Git, bacın da telefonu götür. Bacın da telefonu götür. Axşamınız xeyir olsun, necəsiz? Onu da kapatır. Eyvallah. Allah kuxuna mebilin başını yığışdırın da. Yığışdırmırıq, bizə elə xoşdur. Sən kimsə sənin sözünə kuxuna mebilin başını yığışdıraq. Ev bizimdir. Yerdə yer yoxdur, qaldırıb qoymuşuq. Göyə. Mənim üstümdəki hardandır bu saruçka. Bunu Güney Ticarətdən almışdım. Güney Ticarətdən almışdım bunu. Neyi? Saruçka. Mod ver kopyalayın. Nə mod var? Kopyalamayın. Kızlar ne olur ekran tıklayın da zahmet olmasa. Gitsin de ben nətər oturmuşdu. Ne deyir? Canım ayarla bilmem ne deyir. Buradan belə gəldi. Vüsali harda satır? O kimdir? Yuska Aygül Səfərova'nın yanında. Çok sağ olun. Çiğanlar. Sağ ol ürəyim. O xoş gözəl. Xoşum gəlir o çiğan sözünə. Hayqallı. Hörüklər ay nə? Hörüklə ailəvi Bakı. Necə başa düşmədim. Mamam deyir də. Hə, o nə deməkdir ki? Saçımda qaynağım harda gördüm, bilmirəm. Əvvəlini oxumuram çünki Şərurdan salam. Əleyküm salam. Şərura mən də salam deyirəm. Süzmü sənin çayınızda. Hə. Mama! Toxman içə. Bacındır bəli. Sağ olun, necəsiz? Ay Allah, saat saçdan Kimin səlindən düşdü yerə? Qaynaqların, qaynaqdır bəli, qaynaqdır. Getdiniz yatmağa. Çox sağ olun. Siz necəsiz? Getdiniz yatmağa. Neyse, işin var. Ümrə qaldın. Neyse. Təşəkkürlər. Elə bildim Pərvin Abiyevadır. Yox, Nərmindir. Bacı, sənlə necə əlaqə saxlaya bilərəm? Buyurun. Elnur xanı rayonda. Qulağınız ağrımadı, xeyr. İranın turtaları var. Doğrudan. Saç rənginizi təəssüf ki, deyə bilməyəcəm. Ərinə kim baxır? Pis, anun, bacım. Şkafın başındakiler pis görünür. Neyniyim? Aparım yataq otağına koyun. Kuxuna meblinin başında istifadə elədiyim elektronik əşyalar olar da. Ay, teşekkürler. Hoş geldin. Hoş bulduk. Diş rənginiz ən ağıdır. Mənim dişim zirkondur qızlar. Mənim üst dişim 4 il bundan öncə qoyulub, alt dişimdə 2 aydır taxılıb. Heç bir fərqi yoxdur. Mən dişə qarşı çox həssasam. Atdığın yetimi. Yox, atmamışam. Atanda xəbər eləyəcəm, bacıva götürərsin. Tərbiyəsiz, təşəkkürlər. Saç rənginiz nədir bilmirəm. Bu mənə gətirdi. Ayda ölürəm. Bu vaxtda tortla çay içmək, sonra yatmaq. Bayaqçı hədiyyə çox maraqlıydım. Ay qız, mənə hədiyyə atmırlar. Girir direktə yazırlar ki, ona niyə hədiyyə atırsan, hər şey var. Nə qədər gülmüşəm. Şükürün eləyib atıblar mənə. Dad hiss olunur zirkonda. O, təbii ki. Təbii ki, ürəyim. Qulağınıza yaxından baxın, olar. Evlər indi silib oturmuşuq ki, bacı. Podiyezə qədər yuyub oturmuşuq. Quranlıq hələ üstümün suyu qurumayıb. Всё. Profildən birdən süzdüm, məni bacı qurma. Ay Allah, ay Allah, ay Allah, ay Allah, telefon getdi. Çay niyə belə soyuqdur? Sonradan görən təşəkkür edirəm. Hamı elədi. Sən məndən qadınca hədiyyə qazandın o sözünə görə. Hamı elədi, sən də eləsən. Əmdulladır da.
Teşekkürler. Çok sağ olun. Ol. Buradan bir nəfəri görürəm. Kimi? Dayan görüm cürəcək yox. Doğrudan. Şimdi ki. Necə bildin? Yaxşı da. Hə, mən ona diqqət eləmirəm çox vaxt. Ayda, bax o mən yadıma sal çıxım səndən danışacağım. Ay qız, nədən qorxursan ki? Qorxulu heç nə yoxdur. Get elə. Dişimdən çox, təbii ki, mənim diş həkimim Aynur Dəmirovadır. 7 ilə yaxındır ki, dəyişməyən həkimimdir. Dəyişməyən həkimim. Boğazındakı olan piercing incidir, xeyr. Mən piercing xəstəsiyəm. Bugün elə burnumu da deşdirirdim. Gələn həftə də edəcəm. Qulağımda 5 dənə deşik. 5 dənə yox, 4 dənə. Birini istəmədim. Neçə kiloyam? 53 kilo. Nə qədər lovğadır. Baxma da yüzür. İş var. Doğrudan ki, çıxım baxacam sənə. Nərmiş Sərki Tanalli öz məhsulumda, Koreya məhsuludur. Bax, üzümdə. Necə çəkmişəm. Qurana and olsun, effekti çıxartsam da belədir. Ağrısından, necə ağrı nə? Yox, olmadı ağrı qətiyyən. O səbətlər nəyə lazımdır? Onlar mənə meyvə mağazasından biri əməliyyat olanda içində mənim üçün meyvə bağlatdırmışdılar. Teşekkürler, nol. Çox qəşəng fərqli hədiyyələr atırsan, inan Allaha. Allah min əvəzin versin, minnətdaram. Biri meyvə səbəti idi. Birinə əməliyyat, bədən şəkilləndirmə əməliyyatı olanda içində meyvə gətirmişdilər. Çox qəşəng meyvələr idi. Hətta elə bir meyvə var idi ki, fəslə uyğun olmasa da alınmışdı, tapılmışdı. O birini də yenə də bir meyvə mağazası mənim üçün 3 il bundan qabaq içində meyvə göndərmişdi. İkisində də meyvə gəlib bir sözlə. Yo, onları mən niyə saxlayıram da evdə qalıb da? Çox sağ olun. Qulağın incitdi, yox. Videoda var, zərrə yaşı çıxmadı gözümdən. Harda elətdirdim? Mavi aksesuarda. Çox gözəldir, Cama xanım elədi. Təşəkkürlər, var olun. Məndə 17 qulaqda, burunda bir də sinədə var. Məndə 17 dənə qulaqda çox azdır bacı. 10-27 eləsən əla olar. Qazaxdan salam, əleykümə salam, Ağrinalım. Pamadanız Elzalaşiş, Nərmanovda, bəli. Çox gözəl, səmimi xanımdılar. Mən oranın rəhbərliyini o qədər görüb sağ ol demək istəyərdim. Allaha and olsun. Sırf nə boyda yerdir, bir 100 kvadratlıq yerdir. Girirsən, orada sırf piercing eləyirlər də, Sevda. Göbəyin asob otağı var, qulağın, özdə sən divanda oturursan, orada sən qulağı çeyidə bilməz. İstəyirsən, gedək sən də göndərim, get. İstəyirsən, belə kombin eləsin. İstəsən, deyərsən. Çox qəşəngdir. Tamam, çıxım yığacam. Hansı əməliyyat ağırlı olur? Heç bir əməliyyat. Valla orada narkoz vermək varsa, hamısı ləzzəti, bir ləzzəti var da. Bilirsiniz də, narkozda bağımlılıq var. Bir bədən narkoz aldısa, davamlı olaraq o bədən narkozu istəyir. Yavaş-yavaş cəmat qızılır. Yücətdədir də, buradadır da bizim yanımızda. İsti baseyindir. Bəli, mən 5 dənə narkoz almışam. İkisinin uşaqlarımda, üçündə estetik əməliyyatlarımda. Allah haqqı 6-cını da alırdım, mamama görə getmədim. Ayaq implantı gətizdirdim özümə, satdım başqa adama. Halal xoş olsun. Satmadım, daha doğrusu xəstəxanada imtina elədim, xəstəxana satdı başqa adama. Xeyr, bu mən piercing qızıl taxmağı, düzdür, qızıl taxmağı məsləhət görürəm. Amma həm bahadır, çünki bilirsiniz ki, qram olmayan qızıl 2 qat baha olur. Həm də ki, qızılı istədiyin vaxtda dəyişə bilmirsən. Amma bu poladdır, bəli, qaralmır, dəriyə heç bir ziyanı yoxdur. Təşəkkürlər. Hə, əlbəttə baxmaq olar. Yox, bunu mən Nurani xanımda eləmişəm. Nuraninin də əli çox yüngüldür. Afrodita Beauty də elətdirmişəm bu boyunu. Bunları da Nuraniyə gedəcəkdim əslində. Mavimdə gördüm, dedim, yox, getməliyəm mən. Gör nətər əyildim, iş gördümsə davamlı olaraq sağ əlim başlayır əsməyə. Kosmetologum kimdir? Vemir estetik Gülsüm Əliyeva. Əməliyyatı niyə istəmirsiniz? Niyə istəmədim əməliyyatı? Mamam qoymadı.
Sığdı sırqaların qızıldı, bəli. Yenə başladı. Nuranə mənim ürəyimdir. Nuranə də çox yaxşı xanımdır. Bu yox, qulaqları mən mavi aksesuarda eləmişəm. Nərmanovda. Gülsüm doktor mənim 5 ildir. Gülsüm doktor mənim yanıma gələndə mənim oğlum anadan olmamışdı. Gülsüm doktor ailəsi ilə gəlirdi, qonaq kimi, müştəri kimi gəlirdilər. Qəbəliyə ailəsi ilə gedəndə oturub bizdə yemək içmək. Sonra mənim elə tanış olduq, bağımlılıq. Mən ümumiyyətlə Gülsüm doktorundan biz doktor-pasiyent deyilik. O mənim rəfiqəmdir. O mənim pis günlərimdə mənə mənəvi əl tutan. Çox. Mən fəxr edirəm. Allah haqqı mənim çevrəmdə. Mən insanlara ömür boyu maddiyyatla hörmət eləməmişəm, tanımamışam. Və burada cütlüyün unum var, cütlük dəstləri satır da. Bu dəqiqə desəm ki, belə pis çıxmasında mənə 5 dənə cütlük dəsti göndər, Quran haqqı gözün yumub göndərər. Düzdür, Azərbaycanda bir dənə cütlük dəsti satılan səhifələrdən biri Nunum cütlüyüdür, o öz yerində. İnanın Allaha, Nunumla da belə tanış olmuşam. Ailəsi ilə gəlib mənim obyektimə. Çörək yeyiblər, yemək yeyiblər, gediblər. Elə soralıqca başlamışıq nömrələrimizi almağa. Küpürü ustam Aytən, saç ustam Əsmər. Valla, Əsməri də yaxşı ki tanımışam. Sonra Əsmərin yanında Günay var, Vüsalə var. Çox istəyirəm. Ümumiyyətlə Əsmərin o ortamında olan 12-13 nəfər işçilər var. Hamısı mənim üçün doğmadır, əzizdir. Aytəndir, Keradır, çox istəyirəm. Vəbşim çox istəyirəm. Mənim bu günləri gözəlliyimə gözəlliyi qatan, əziyyətləri keçən, maddi mənəvi hər zaman mənim yanımda olan xanımlara dərin təşəkkür. Mən çevrəmdə mənə maddi dəstək eləyən kişi yoxdur. Mənim həmişə çevrəmdə mənəvi qadınlar olub. And olsun Allaha, bəli. Şükür Allaha, bəli, mənim bütün əməliyyatlarım uğurlu alınıb. Sən bilsən ki, mənim əməliyyatlarımdan ötürü, mənim kosmetoloqumu məndən zəng vurub kimlər soruşur, valla şoka düşərsən. Allaha icazə versəydilər adlarını çəkərdim. Hə. Kipriyim Nərmanovdadır, Kera, dırnaq ustası Kera ilə eyni otaqdadır Aytən xanım. Aytən işinə söz ola bilməz. Onu belə başa sala bilməyəcəm. Mən profilimin altında əlaqə nömrəsi var. Oraya yazın, çox sağ olun onu. Mən sizə verərəm. Yox, heç bir həkimin, heç bir saç ustasının, heç bir dırnaq ustasının burada qiymətini deyə bilmərəm. Çünki baxma, 5 aşağı, 5 yuxarı sizdən fərqli olaraq mənə biraz endirim eləyirlər. Yoldaşlığımız var, dostluğumuz var. Amma sizə bir də həkimin adını deyə bilərəm. Dünən azdan tortun deyə yatdım. Bugün getdim özümə azdan tortunu aldım. Bəkləntin no. Mum. Qızlar, nə olar, ekran tıklayın da biraz söhbət eləyək, yoxsa bağlayayım. Bəli, piercing var qulağımdadır. Qulağımda nə idi? Boynumdakı, Allahu Ekber, bəli, boğazımdakı piercingdir. Salonun adı nədir? Bilmirəm ki, Aytəncilin işlədiyi salonun adını bilmirəm ki. Mən elə salonun başına baxmıram, valla. Nərmanovdadır da. Düz belə girdim içəri, dis yox. Böyrükdə də ağzını açın. Sevəm. Ya, qələt edir. Mən ona cavab versəm ən səviyyəsiz qadın olaram. Heç var. Bəzən insan çox istədiyindən də itirə bilir. İtirmək məncə ən gözəl şeydir. İtirmək ən gözəl şey deyil. Sadəcə sən qədrini, qiymətini bilməyən insanı sən yox saymaqla ona nə qədər düşürsən arxasıca, nə qədər düşürsən o qolu qarpızlanır. Qoy sən də Allah düşsün. Yox, heç eləmərəm axı bundan sonra. Mənim də özümə görə qürurum var.
Kimliyindən asılı olmayaraq. Düşmür. Olursa bizim heç vaxt qədrimiz bilinmir. Bilinməsin, nə olacaq? Mən Allah bilsin qədrimi. Allah mükafatımın qarşılığını versin. Allah mənim əziyyətimin, zəhmətimin bəhrəsini versin. Valla. Allah deyəndə ki, Allaha qurban olum. Allah da yaxşı bəndələrin əli ilə göndərir onu. Bayaq görmüşəm Hakidə eşidirsən. Hə. Zaten de hoş bulsam düşmüş yoktu. Ölüm çölmeyden. Mən almışam. Xeyr, Sumqayıt, tamam başqa mövzudur. Ayrılmağın bura nə aidiyyatı? Mən burada ərimdən danışmıram, mən burada boşanmamışam, mən burada ərimdən gil eləmirəm, ərimin qeybətini eləmirəm. Tamam bir şeydir. Rəfiqəmizdir, mən çox ondan ötürü göz yaşı tökdüm, çox onun yolunda əziyyət çəkdim. Çox yaxşılıqlar elədi. Mən də deyirəm ki, dəyməz, deyik məndən. Elə illah da gərək kiminsə həyatında. İllah da gərək kiminsə həyatında erkək olar, Piercing sağ qulağımda. Sen aldığın düşmüştü. Nədir? Düşmüş. Sadece kamerayı mənə gördüm. Mən aldığım mühtəşəmdir. Mıyı koyuram mıyı? Mıyı yoradım. Sevda. Sen de çok sarımsaqlıdır. Mama sevdiydi. Mamam xoşlayır onu ona görə. Kipli qaynağının ünvanı ardadır. Dedim axı, nömrəyə yazın, ataram nömrəsini. Xalcenika markası nədir? LG. Heç kim özbək. Mən çevrəmdə rəfiqəm yoxdur. Mən bacımdır, pis yoxdur. Mən ümumiyyətlə oturub durduğum qız yoxdur. Özünüz görürsünüz. Gedirəm toya, nə bilim bayrama, tədbirə falan. Orada hər rastlaşsam şəkil çəkdiririk. Nə bilim belə isti bir münasibət qururuq. Pis yoxdur getdi. Mən ümumiyyətlə el aram yoxdur. Mən gecə həyatını xoşlamıram. Mən əylənməyi çox sevmirəm. Mən qızlar, mən beləliyimə baxmayın. Mən özümə qapanan insanam. Allaha and olsun. Dodaq kəsirə. Dodağımı axırıncı və kəsirə işləyib. Çünki o əritmişdi ona görə. Sənlə bir yerdə. O nə öskürməkdir. Doktorun yoldaşıdır, kosmetolog lazımdır, məsləhət bildiyin. Ürəyin vermir estetik, Gülsüm Əliyeva. Bəs lazeri loqriyana bura nə aidiyyatı? Rəna mənim ürəyimdir. Çoxdan da görmürəm. Rənanın qəşəng səsi var, axırıncı ona dedim, bu qənli olbacı. Çox sağ olun. Əncim ağrıdı. Əncim ağrımadı, ən nifrət elədiyim şeydir. Yayında ya semtika çıxdıysan ya da onu ye. Yemək ye, amma elə şeylər, xırda-xurda şey yemə. Çərəz falan yemə. Dolça. Teşekkürler. Çox sağ ol. Az yaxşı da ekrana girmə. Özü ağır apar. Nə ad günü və gələnlər kimləri idi bəs? Təbii ki, onlar mənim yaxınlarım. Kosmetologum, həkimim, dırnaq ustam, rəfiqələrim. Prosta davamlı olaraq onlarla görüşmürəm. Çünki hamısı işi gücü var. Üzümü kim dartıb? Heç kim. Üzümdə botoks var. Ay qardaş, atma da oyun. Elə birdən ki, səninlə PK eləmişəm. Rəfiqən yoxdur, bəs xeyr.
Alsu butikdən. Pomada bu dedim. Zal çox sağ ol. Bacınız ev tapdı, xeyir. Allah çox sağ olun. Bayaqçına özümü öldürürəm ki, yaz da nömrəmə. Bir kəlmə yazmadı, yalandan özünü orada reklam eləyir. Gic gedə. Niyə ki? Az vermədim nömrəni ki, gələ yazda. Sabah durum gəlim yox. Tərləmək üçün nəsə elətdirmişsiniz, yox olmaz. Mən bir də sprey almışam, doktor Rənandı. 14 manata. Ondan vururam. Olmaz. İnsan tərləməlidir ki, onun canındakı o mikroblar çıxsın. Pamadanı səbişin ürəyi partladı. Pamadam Elzalaşış 02 nömrə. Usta, mənə maraqlı deyil. Bu sənin 00 təşəkkürlər. Bu sənin bədənindir də, bu sənin dodağındır, bu sənin rəngindir. O dodaq sənin öz rəngi və uyğun seçilmiş bir şeydir. Necə səndən istəyib özünü ala bilir o rəngi? Bəlkə yaraşmadı. Sən qaraşınsan, o sarışındır, bozumtuldur, göyümtüldür, qırmızımtuldur. Necə ala bilir? Məsələn, saçımın rəngi mənim bu rəngdədir. Sən necə gedib onu özünə yaraşdırsan? İllah da Sevdanın saçın rəngində. Doğrudan. Mən heç vaxt eləmərəm onu, heç vaxt. Qıza yalan deyirəm. Ağıllı danışdı yox, ay qızlar. Nərmin qaradı, mən ağam. Nərminin bəzi vurduğu tonalini mənə bir sənə oxşayıram, uruda oxşayıram. Bakılı çox sağ ol. Necə özünü öldürürsən ki, pamadan rəngindir, saçımın rəngindir. Uğur, gəl orada bax gör, koladan zaddan var. Kola bildim, zad nə idi bilmədim. Bu nədir o, qaş kimi. Bura nə deyib belə? Orada niyə belə görünür? Hə, sudur yer. Oy, Uğur, tez bunu atma razenikə. Oy Allah, bu niyə belə istidir? Buz var. Oğlum tez biraz. Tez ol Uğur. Çılpaqsan. Marazelkə qoydun yuxarı. Hadi yukarı koy. Leydi çox sağ. Orada marojnadan zaddan yoxdur. Var. Yox, vermə, istəmirəm. Az yaxşı da, qoqesini yatsın da. Benim de sık sevmiyorsun. Yaxşı. İstəyirəm. Gör gəllə. Görün də oğlan uşağıdır. Səsiniz də eynidir belə. Sevda həyasızdır. Sözün düzün deyir. Uğur, gəl oradan banan vereyim bir dənə. Özə. Keç. Ada. De yerdə. Hə, əğin axıyır. Axıraçıdır. Pis xiyardır bu. Badam dedi. Uğur, badam istəmirəm. Neyse. Banan. He. Ayaqqabı bütün ayağımın üstünü dərisini aparıb yayırız. Valla mən eləyə bilmərəm qızlar elə. Ay, stolun üstü çörəkciləsi də ayağıma deyir. Gətir də, Uğur düşür Uğur. Uğur düşür. Düşmələm. Necəsiz? Müsalə, Sevda həyasızdır deyirsən ha. Dögərəm ha səni, dögərəm. Mən effektə ehtiyacım yoxdur. Mənim effektə ehtiyacım yoxdur. Yolub buraxarıq Sevda sizi. Ay Uğur, gəl nə olar o əskiləri də oradan götür. Nə pis qalır da alxamda, git yazacaqlar. Uğur, nə olar? Buradan çıx, qapını bağla. Sonuncu. Atma oraya, yaş da olar. Bu yaş değil. Yazıq Uğur. Yox. Küləyi olub. Əsmə görüm. Niyə? Ha, bu yaxşı. Elə. Sən eləsin qıl verən səni bana. Yerə. Yerə yat. Bu sigarayı da alınca. Nəsə? Elime sıkma.
Sirtine yedim. Nə xeyir Sevda? Eline çıksın. Pirsinglər ağrıdır, yox, qonşu necəsən? Yaxşı, siz necəsiz? Sürüncədirlər. Qapın bağlı. Ay çüy getdi. Sevda. Nədir ay Sevda? Bambalı, çox sağ ol. Oy. Bugün bütün gün çələ axtarmışam. Ne xəbərin var? Mən də tapa bilmədim bayaq. Heyf, ay qız oldu. Alsanı necə qoydum ayxanda gəldim, şokdayam elə də. Çox sağ olun. Sevdi, tapdı xeyir. Təqidinsə xiyara həvəsləndimi? Xeyr. Yorğunsuz, bəli. Prosto söhbət eləmək üçün açmışam. Qızlar, normal yazın, xahiş edirəm. Normaldir. Aura sizdə. Başa düşmədim. Öz evinizdə, bəli, buyurun. Kökəlmisən? Yox, əksinə arıqlamışam. 3 kilo 600. Becərim. Tamam da. Kanka. Danışdın sən? Bu mahnı gələndə Qəbələ yadıma düşürük. Qəbələdə bir dənə video çəkmişəm, 1 milyon baxışırıq. Danışdın sən Qəbələ ilə? Qəbələ ilə danışdın. Bu həftə heç rayona getməyin yeri yoxdur. Hər yerə yağış deyil. Mən kaş bu gün Nabrana gedərdim. Bu səhv elədim. Sepiniz Bujteriyada xeyir. At sifət nə eləsə də xeyir yoxdur. Təşəkkür edirəm, çox sağ olun. Boğazında çəkirsin, bəli, Cavanşir olur. Amma sən ağzını ayırıb bu at sifətə baxırsan. Məncə sənin yerində olsam ataram bloka baxmaram. Botoksu kim eləyib? Gülsüm Əliyeva. Çox sağ olun. Səlyana gəlirsiniz, bəli. Minnuru halal gibi bu sözlərin nətərdidir. Minnur birinci daha gözəl oxudu, ikincini oxumadı, bezdi. Allah korusun, çok sağ olun. Kızlar, ne olar ekran tıklayın da xahiş edirəm. Bir nəfər mənə yığmayıb bu gün. Necəsiniz, yaxşısınız, necəsiniz? Kimdir ki o bir nəfər? Şuraya, Nə? şuraya. Niyə yığmayıb? Evi qoyub satdılar. Dik Quran haqqı neçəyə? O nə ev alacaq, sevdi əlindəki o pulu? Şuna verəcək. Yox, o bilməm, o nə pul alacaq, o neyniyəcək, o neyniyəcək ilə? Nədim? Nə bilim, mən elə gəlir o ucuz, şəhərdə bir dəqiq ev tapaq. İşin içində mənə bir də normal həyət evi. Hansı qanı qiyməti? Bakıda normal həyət evləri varsa, Məhəmmədli Kürdəxanı tərəfdə düşüyor. Çox bahadır bu dəqiq evlər. Sevda, ye qutarda da xiyarı. Nə deyir? Mişəği kimi görüşürsən. Var xamiyək balası. Səhər deyir. Ben neyim onda? Bundan sonra xiyar da yiyib baxaram dadına. Ayxan müdürümlə buradan səslənirəm ki, niyə xiyarı acı satırsınız? Vallahi da, o mən çıxıyara azı etməsin. Mən yazırlar ya, Ayxan. Marçin sizə baxır.
Külək olur. Yox. Sonra dalın sən də. Teşekkürler. Külək yolu əsmə ömür. Yox. 5 manat ver əlimə. Əlimə 5 manat ver. Yoxdur. Kaş topumu gətirməyin. Siz ciddisiniz, o nə deməkdir? Hansınız böyüksünüz? Valla mən. Görmürsən? Böylüyümü görmürsən orada. İdmanla məşğul olmuşsunuz. 12 ildə elə Elnur ən böyük idmandır da. Hələ əzələmə arıqlatmışam. Əzələmə arıqlatmışam. Hələ azaltmışam qızlar. Belə deyildi. Bu çox böyük. Mən də ondan da böyüdü. Sana nədir ki? Əritdim mən. Əritdim. Zibilə. Telefonla da bu yağmur eləyərik. Ay qız, yox elə əritmişəm. Bu belə deyildi. Bəli, İlqar. Söhbətə zada getdik. Nə həyasızdır bacım? Lotun əlində. Sən nə qayırır bacım səni? Qurana Lotun əlində, olsun, lotun qolunda boğar. Lotun əlini. Niyə keyfiniz yoxdur? Ayda. Nə? Nəyin markası? Piercing ağrıyır, hə. Çox sağ ol. Niyə keyfiniz yoxdur? Çaşqıya bax, çaşqıya. Ayağınız qaldı çöldə. Nə bilim ay bacı, bilərəkdən eləmədim ki, töküldü də telefon üstümə. Tılfı nədir ürəyim? Telefonun markası. Telefonum 17 Pro Max. Sevda çəkilməz oldu. Çox sağ olasınız. Ayda 5 də xiyar, 3 də pomidor yedi, üstündən də bir stəkan çay içir. Varsın da Var nə? yoxla nələr partlamasan yaxşıdır. Görmədiyim günlərə düşmüşəm. Nə qayır? Küs sən qız başla. Düz görmədiyim günə. Heç gələndə yeməz. Biz acından ölən biriyiz. Köçürəm. Ona görə Olsun evimdə yox köçürəm. deyim. Gəlir. Camaat güləri yaz xəstə. Evimdə yox. Pomidor xiyarın ömür boyu sezonunda 2 dənə də olsa alıb yemişəm həmişə. Mən heç vaxt gözümə sevdə qoymamışam. Evdə qoxalmış. Tavan üstümdə qoxalmış. Nə? Qoxalmış deyir. Ay Allah. Allah yox bacı nə olar eləmə. Qurana and olsun bloka qədər şarhaşarla yuyub bu dəqiqə oturmuşam. Şort kimi suyu qurumayıb. Ay Natavan bacı. Sən Allah dayanır. Nur onsuz da gəlir qoxal dedi. Yoxun gəlir get yat. Yox ha sonra yatıram. Təşəkkürlər İlqar, çox sağ ol. Sonra yatıram. Düş yatıram ha. Mən sən yatırmam uşaqdan yatacam. Hara gəlim, necə gəlim? Ürəyimdən şir keçirir. Nə olar bacı? Gəl yarsın sən qoy, yarsın mən qoyum. Bir dənə şir ataq özümüzə ataq. Şir alaq özümüzə ataq. Ekran kaydında açaq. İkimiz mən tək bir nətər edək. Heç nə. İkimiz qoşulacaq sən öldürək. O nə Eləyə demək? bilərəm. İçinə yazmışdı. Gişdə Kiş başlasın. bacılar. Çox sağ olun. Niyə köçürsüz? Mən köçürəm, balam ev axtarıram. Ev yəsi. Evinə köçür. Pasoda gördüm bugün sizi. Bəli. Hə, öldürə bilərsiniz. Bəli, Elmin qardaş. Şəxsən biz 2 bacı sənin kimi qardaşın üstündən keçərik. Sən amma mərd yox, namərd qardaşsan. Yo, burada qalmıram. Elə-belə gəlmişəm qonağa. Yox. Sizdə qalır bacınız. Xeyr ay xanım, bacıdır da bacının evinə gəlib. Sən gəlmir bacının evinə. Sari, hoş geldin. Canim. Teşekkürler. Ay Allah, ayaqqabı ayağımı nə günə qoyub Oy gedim. da, tfu. Əməlli başlı su. Nasıl ayakkabı değil öyle? Özdə hər iki tərəfdə tez almışam. Üst belə tabanlı. Elə belə də. Sağ gedib salamat gəlsin ha ürəyim. Onur çox sağ ol. Masazırda evim var, kirayə verirəm. Elə bir yaxşı kişi delənsin, özünü atdı tutdu. Amma heç nə xəbər olmadı. Heç verirsən masazırdakı evi. Sumqayıtdan niyə çıxdım mağazanın reklamından? Özüm ürəyim. Ürəyim istədi çıxdım. Əfsanə ölməmişəm, abacın ola bilərəm. Ay əsi. Əsi. Yox, qardaşım yoxdur. Qardaşın elini yaz.
Zəng eləyəcək ki, benzinim qutarıb, kartıma pul at. Yaxşı, Yüzler, siz necəsiz? Saç rəngimin nömrəsi neçədir? Bu yanda o qədər gözəl açılacaq, mənim saçım 7-1-dir. Səsini al da Sevda, xahiş eləyirəm. Tam al səsini eşitməyib. İnşallah tapılar xeyrisi. Dodaq doğunu kim edir? Mən rəngimi bilmirəm. Allah haqqı bilmirəm. 3 dənə rəngi qatıb. Nə bilməz. Məndə də 2 dənə rəngi qatıb bilmirəm. Ona görə tüsüz də bilmirəm. Elətdirməmişəm, yox. İstəmirəm hələ ki. Məndə yoxdur dolgu. Həqiqətən gözəl söz deyir. Özünü unudulmaz sanırdı, amma necə unuduldu. Bir dənə sizə model göstərmək istəyirəm. Yəni, möhtəşəm ötəsi bir şeydir. Özünüz də görəcəksiniz. Dəstə xanımlar, çox möhtəşəm modeldir. Parıltısı kaş ki kameraya olduğu kimi yansıda bilir. Dəstə daxildir. Çox sağ olun. Baxa bilmərsiniz, ürəyim tamamı burada deyil. Bəli, yox, yaxşıyım. Saçın 4 topasının başlığı xırda mikroson kap yığılıbdır. Hamısı hazırdır. Sadəcə saçınıza yığacaqsınız. Bir topası yığılmayıbdır. 4 topanın başlığı hamısı hazırdır. Saç dolu saçlı, qalın saçlı, içində xırda saçlar yoxdur. Yanmamış saçlı, ipək kimidir. Ben de ilk defa izliyorum. Salam, mən Rəhimli Mahmud. Qəfil avtoqazada vəfat etdim. Heç gözləməzdim belə olar. Mənim də taleyim belə oldu. Qonşumuzun qardaşıdır. Çox sağ olun. Gəlmişəm, bir səhəmdə dırnaqlarımı eləməyə. O qədər qəşənglərdir, baxın. Sadə mən ya frenç eləyirəm, ya belə süddə ağ eləyirəm. Çox qəşəng incə elədi. Mənim barmaqlarım çox olsa da, amma dırnaqlarım çox incə oldu. Siz dəyərsizsə, gəlirsiz xaldən yana. Xaldə idi, hə? Xaldən yana, belə qəşəng. Aslında qiyməti 24. Məndəki 38 razmerdir. 3 dənə razmeri qalır. Olmuş dərd. Özündür. Camaat mənə baxır. İndi deyəcəksiniz, bu qız niyə tez aldı qadını? Ona xeyir, ay qız. Sevirəm bunu, o səsində. Ölürəm bu səsində. O yarpaq bağlayır. Ancaq iş peşəsi mənim kimi yumaqdır da, ancaq yuyur. Uyda, nə belə püşəcək. Mənim kimi bax, eynən, eynən. Oha, soğan indi qatdı. Ay, bir şey girdi xalqıyla.
versəydi yeyərdim. Nə qədər çox qədər. Normal. Qoyur xaladenikə, nə demək eləyir? Necə həvəslə bişiririk. Bu qız sırf o işlə məşğuldur, foodblogerdir. Qulağın ağrıyır, xeyr. Sərf eləyəni oxuyur, bəli. Canlı düşür, danışın. Ay bacı, canlı qalxdı da, düşdü də, onun mənim üçün heç bir marağı yoxdur. Bayaq 5 nəfərlə oturmuşduq, söhbət eləyirdik. Nə oldu ki? Boş şeylərdir o aramsı. 5 dənə olsun, amma insan olsun. Ay Allah, bu günləri telefon birləşib mənimlə. Şəhriyar yağacaydım, yadımdan çıxdı. Pamadam 24 saatlı qalır. Getmir, yemək yeyəndədir. Qızlar, öpürəm sizi. Gecəniz xeyri, özünüzə yaxşı baxın. Allah'a əmanət olun.